Əgər sən daha Erdoğanın sistemindən daha bir devlət quracağında başarılısansa, özünə partiya qur, gəl hakimiyyətə. Özünə partiya qur, gəl hakimiyyətə. Yox, sən özünə partiya qurmaq gücündə deyilsən, o zaman sənin danışmağında da bir fayda yoxdur. نعم هذا هو منهج الخوارج منازعة ولي الأمر منازعة ولي الأمر وإنشاء حزب يعارضه لا شك أن هذا خروج نوع من الخروج على ولي الأمر. Heç kimlə görüşməkdən çəkinməyin, heç kimlə bir araya gəlməkdən çəkinməyin. Hətta desələr xavaricidir, hətta desələr təkfirçidir, hətta desələr ixvandır, hətta desələr hizbidir. Ən pis adları desələr bir masaya gəlmək istəyirsə gedin oturun. Peyğəmbər s.ə.v müşrikləri görəndə qaçırdı mı, yoxsa oturub dəvət mi edirdi? Sual verirəm sizə. Onlar deyir, görsən qardaş deyir hamısını otur, amma qamət deyir, oturma. Bu qamət demir, bunu Peyğəmbər s.ə.v deyir, bunu sahabələ onları öldürürdü. Bu elm gök elmlidir. Və ya dəlil gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem müşrikləri dəvət edirdi. Yəni bu dəlildir ki, xavariclərlə oturmaq olar. Yəni bəs Peyğəmbər sallallahu aleyhi ve sellem xavariclər barədə nə deyib? Onu demir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, oturmaya öldür. Hakim işidir. Belə öldürmək əmr olunub onları. Ona görə ən əfzəl əməllərindən Əli bin Əbi Talibin bu idi. Xilafəti vaxtı. Xavariclər öldürməyi. Bunu danışır. Alimlər oturmurdu. Onlar gələndə alimlərin yanına, sən onlardan ağıllısan, İbn Mübarəkdən və başqalarının qulaqlarını örtürdülər. Sən ondan ağıllısan. Elm iddia eləyənlər çoxdur, lakin düzgün danışanlar azdır.